Salam əziz kanal izləyiciləri. Bu gün mən sizə Mehdiyabadda 6 sotda bu gördüyünüz yarım tikilini təqdim etmək üçün gəldim. Və bura Mehdiyabadın harasıdır? Mən sizə belə göstərim. Bax küçəni. Deməli küçənin bu hissəsində 5 saylı məktəb var. 5 saylı məktəb buradadır və digər tərəfdə də 3 saylı məktəb var. Ətrafında bilmirəm nə qədər görürsünüz ya yox. Buradan daha yaxşı görsənər. Hamısı villalardır. Yəni çox perspektivli, prestijli bir ərazidir. 6 sot həyətin kənarı hündür hasarlanıb və 400 kvadrat bu gördüyünüz tikili. Bu isə ev sahibi bunu iş otağı üçün, özü üçün düzəltmişdi. Ofis kimi belə. Evin bütün ətrafına fırlanmaq mümkündür. Həm sağından, həm arxasından, həm solundan yer var. Bu tərəfdən zəhmət olmasa göstərək. Bax görürsünüz. Kifayət qədər burada kifayət qədər belə bir yer var və bunun altında adam boyuna qədər padval da var. İndi isə qalxaq. Pəncərələri və qapıları sabah üçün hazır olmalıdır, səhvləmirəmsə. Pəncərəsi, qapısı sifariş verilib, gələcək. Girdik, bax belə buradan içəri. Solda bizi sanitar qovşaqları, sağda belə böyük zalı qarşılayır. İndi bu tərəfini də göstərək. Yəni bunu hörmətli müştərimiz özü ustaların başının üstündə dayanıb necə lazımdır inşa ediblər. Bax burada da 2 otaq var. Yəqin ki buranı mətbəx kimi düşünüblər. Maraqlı bölgüsü var. İçərisində əlavə tikinti materialları da gördüyünüz kimi var. Qalxaq 2-ci mərtəbəyə. Özdə buranın tikintisində çox keyfiyyətli beton istifadə olunub. Buradan əgər siz baxsaz, terasdan bax belə bir qəşəng mənzərə açılır. Bu teras hissəsi, bax görürsünüz binaları və arxa hissəsini də göstərim sizə. Burada da belə maraqlı bölgülər var. Otaqları bu formada işləyiblər. Və bunun mansardı da ümumiyyətlə evin hamısı sənədi qaydasındadır. Yəni həm torpağın, həm evin katastr sənədləri hamısı hazırdır. Və bu mansard hissəsi də 3-cü mərtəbəsində icazəsi alınmışdı tikintidən. Yerli icra hakimiyyətindən, amma ev sahibi hansısa bir səbəblərdən mansardı saxlayıb, hələ ki belə davam eləyir. Və buradan da evin arxa tərəfindən belə görüntü var, pəncərələr. Təqribən deməli 150-200 min manat arası vəsait olsa bu evi tam şəkildə təmirini bitirmək olar. Və bu otağı da göstərək. Bu da evin sol tərəfi. Deməli 400 kvadrat gördüyünüz bu tikili 6 sotun içərisində sizin üçün satışa təqdim edirəm. Və qiymətlərlə bağlı profildə olan nömrələrə 050 070 654 9157 zəng və WhatsApp aktivdir. Zəng edin, qiymətini sizə deyəcəm. Kimə uyğun olsa buyursun gəlsin danışaq. Satışda əmlakınız varsa birlik əmlak bütün Azərbaycanın bütün kənd, rayon və qəsəbələrində sizin xidmətinizdədir. Hələlik.